Salam, hər vaxtınız xeyir. Bugünkü dərsimiz çoxədlilərin vuruqlara ayrılmasıdır. Çoxədlini vuruqlarına ayırmaq o deyən sözdür ki, burada məsəl üçün birinci tapşırıqda bizə cəm verir. Həmin cəmi 2 dənə çoxədlinin hasili şəklində göstərmək lazımdır. Bunun üçün deməli diqqətli olaraq yazaq. Məsəl üçün birinci tapşırıqla həm tapşırığı izah eləyim, həm də deməli çalışmanı işləyək. Deməli birinci tapşırıqda 3 A-nı verir bizə. Mötərizədə də verir x çıxılsın y. Üstəgəl, burada da x çıxılsın y-i mötərizədə yazıram. Əgər mötərizədə yazıramsa, bunun qabağında əmsal yoxdursa, burada mütləq və mütləq yadda saxlamaq lazımdır ki, 1 var. Həmən bu 1-ə nəzərən, ortaq vuruğumuz olası x çıxılsın y-in 2 dənəsi. Yəni, hər ikisində var. Ona görə də onda bizim tapşırığımızdan x çıxılsın y-i ortaq vuruq çıxardıram. Ortaq vuruq çıxardanda mötərizənin içində qalır. Birinci, deməli, x çıxılsın y-in əmsalı, yəni 3a. Sonra da ikinci x çıxılsın y-in əmsalı, yəni 1. İndi burada gördük ki, həqiqətən də ifadəni vuruqlarına ayırdıq. Birinci vuruq x çıxılsın y, ikinci vuruq isə 3a üstəgəl 1 oldu. Bu oldu 1-in birincisi. İndi 1-in ikincisine baxaq. 1-in ikincisində yenə 5c var. Burada mötərizədə a çıxılsın b var. Üstəgəl, burada da a çıxılsın b var. Bunu mötərizədə yazanda qabağında əmsalı 1 olaraq yadda saxlamaq lazımdır. İndi hər ikisindən a çıxılsın b vuruğunu ortaq vuruq çıxarsam, ikinci mötərizədə qalar 5c üstəgəl 1. Üçüncü tapşırığa baxaq. Üçüncü tapşırıqda m üstəgəl n-i ikisini bir dənə vuruq kimi götürsəm, bunun əmsalı 1-dir. Çıxılsın 2a mötərizədə m üstəgəl n yazmaqla yenə də m üstəgəl n-i ortaq vuruq çıxarsaq mötərizə qalar 1 çıxılsın 2a. Dördüncüsündə p çıxılsın q-nü bir vuruq kimi qəbul eləyirəmsə, bunun əmsalı 1-dir. Üstəgəl 4b mötərizədə yenə p çıxılsın q var. Bərabərdir. P çıxılsın q hər ikisində olduğuna görə ortaq vuruq çıxardıram. Birincinin əmsalı 1, ikincinin əmsalı isə 4b-dir. 1 üstəgəl 4b də olur. Deməli, ikinci vuruğumuz bizim. İndi tapşırıq 2-də eyni qayda ilə də burada sadəcə olaraq mənfi birləri nəzər almaq lazımdır. Yəni, nə demək istəyirəm? Burada 2a x üstəgəl y verir özü. Bu yerdə qalan minus x minus y var. Onlardan mənfi biri ortaq vuruq çıxardıram. 2a x plus y yazıram. Buradan mənfi 1-i çıxartmaq o deyən söz ki, mötərizənin içərisində x-in də müsbəti qalasıdır, y-in də müsbəti qalasıdır. Bunun necə olduğunu da bilmək olar ki, mənfi 1-i x-ə vuranda mənfi x eləyir, mənfi 1-i y-ə vuranda da mənfi y eləyir. Deməli, mənfi 1-i çıxartmaqla x-in də, y-in də hər ikisinin işarəsi müsbətləşir. İndi hər ikisində x üstəgəl y vuruğu var. Bunları çıxardığında birinci mötərizənin əmsalı 2a, ikinci mötərizənin əmsalı da mənfi 1 şəklində qalar ki, bu da bunun vuruqlarına ayrılmış forması olasıdır. İkinci tapşırıqda 5a mötərizədə a üstəgəl 2b-dir. Və yerdə qalanlardan yenə mənfi 1-i ortaq vuruq çıxarsam, mötərizədə a üstəgəl 2b qalır. Mötərizələrin içindəkilər eyni olduğuna görə bunları da yenə də mötərizə xaricinə çıxarsam, ikinci mötərizənin içində 5a çıxılsın 1 qalır. Üçüncüsündə 3x a çıxılsın b-ni yazıram. Buradan mənfi 1-i çıxardıram. Mənfi 1-i çıxardanda, yəni a-nın qabağındakı mənfi 1-i çıxardanda mötərizənin içində müsbət a qalır. Amma mənfi b qalır. Niyə görə? Çünki mənfi b-ni mənfi 1-ə vuranda müsbət b eləyir. Buradan da yenə hər ikisindən a çıx b-ni çıxarsam, ikinci mötərizə 3x çıxılsın 1 ifadəsi qalır. Qaldı burada dördüncü. Dördüncü də deməli, burada necədir? Baxın, burada a çıx b-dir, burada b çıxılsın a. Ona görə də buradan mənfi 1-i çıxarsam, mötərizədə qalar mənfi a üstəgəl b. Çıxılsın 2y, burada da b çıxılsın a. Bərabərdir. İndi həqiqətən də bax, mənfi 1-i mənfi a-ya vuranda müsbət a eləyir, mənfi 1-i müsbət b-yə vuranda mənfi b eləyir. Yəni, ortaq vuruğu doğru çıxartmışam. Burada mötərizənin içindəki vuruqların yerini də dəyişsəm, onlar b çıxılsın a, çıxılsın 2y,
B çıxılsın A. Hər ikisindən B çıxılsın A vuruğunu ortaq vuruq çıxardıram. B çıxılsın A-nı. Mötərizədə qalır. -1 çıxılsın 2y. İndi burada da belə də saxlamaq olar, belə də eləmək olar. İndi mən bir dənə görün nə deyirəm. Deməli, B çıxılsın A-nı yazıram. Bunların hər ikisindən -1-i mötərizə xaricinə çıxardır. -1-i. Çıxardanda qalası mötərizənin içində 1 üstəgəl 2y. Həmən -1-i də mötərizənin qabağına versəm, mənfi B çıxılsın A mötərizədə 1 üstəgəl 2y kimdə? Yəni, bu bərabərliklərin hamısı doğrudur əslində. Sonra, -B-ni birinci mötərizənin içinə vursam, alaram ki, -B üstəgəl A 1 üstəgəl 2y. Bu da belə. İndi burada A-nı qabağa B-ni dala, yəni A-nın B-nin yerini dəyişdirsəm, alaram ki, A çıxılsın B 1 üstəgəl 2y. İndi oldu tam səliqəli formada. Vuruqlarına ayrılmış oldu. İndi baxaq tapşırıq 3-ə. Çox ədlisini vuruqlarına ayrım deyir. Buradan yazaq. Nömrə 3-ün birincisi. Birincisində AX var, AY var. Deməli, hər ikisində ortaq vuruq A-dır. A-nı çıxarsam mötərizənin içində X minus Y qalar. Çıxılsın B, burada da X minus Y var. Hər ikisindən X minus Y-i çıxarsam, ikinci mötərizədə qalar A, çıxılsın B. İkincisində 3-ü çıxarsam, ilk 2 dənədən qalar A, çıxılsın B. O bir 2 dənədən də N-i çıxardıram. Müsbət N-i çıxardanda qalır A, çıxılsın B. Hər ikisindən A çıxılsın B-ni çıxarsam, ikinci mötərizədə qalar 3 üstəgəl N, yəni mötərizələrin əmsalları. Sonra üçüncüdə 3-ü özü çıxardır. A çıxılsın B. AC ilə də BC-də ortaq vuruq C-dir. C-ni çıxardanda qalır A çıxılsın B. Yenə hər ikisindən A çıxılsın B-ni çıxardıramsa, ikinci mötərizədə qalır 3 üstəgəl C. Dördüncü, C-ni çıxardıram, qalır A üstəgəl B. O birlərindən də -7-ni çıxardıram. -7-ni çıxardanda müsbət A ilə müsbət B qalır. Hər ikisində A üstəgəl B vuruğu var. Bunları çıxarsam qalır əmsallar, yəni C çıxılsın 7. Bu tapşırıq 3-dür. İndi tapşırıq 4-ə baxaq. Nömrə 4-ün birincisində. X kvadratı çıxılsın XY-dən X-i ortaq vuruq çıxarsam, mötərizədə qalar X minus Y. O birlərindən də -7-ni çıxarsam, yenə X minus Y qalar. Çünki -7-yi -Y-ə vuranda müsbət Y eləyir. Bunların hər ikisindən də X çıxılsın Y-i çıxarsam, ikinci mötərizədə də X çıxılsın 7 vuruğu qalar. İkincidə, ilk 2 dənədən X-i çıxarsam, qalar mötərizənin içində X ilə A-nın cəmi. Yerdə qalan 2 dənədən, yəni 3-cü ilə 4-cü də baxıram, hər ikisində vuruq var A, bir də Y. -A, Y-i çıxardanda qalır mötərizənin içində A, çıxılsın, mənfini çıxartmışamsa müsbət. Deməli, A ilə Y-i çıxartdım, qaldı X. İndi birincidə də X üstəgəl A-dır, ikincidə də X üstəgəl A-dır. Burada toplama olduğuna görə toplananların yerini dəyişdikdə cəm dəyişmir. Yəni, bir-birinə bərabərdir. A üstəgəl X ilə X üstəgəl A. İkinci mötərizəmiz olası X çıxılsın A, Y formasında. Sonra üçüncüdə ilk 2 dənədən 12-ni çıxarsaq ortaq vuruq. Mötərizənin içində qalar X üstəgəl Y. Yerdə qalanlardan -X-i çıxarsam, yenə X üstəgəl Y qalar. İndi baxaq, -X-i X-ə vuranda -X kvadratı, -X-i müsbət Y-ə vuranda -XY. Deməli, doğrudur. X üstəgəl Y hər ikisində var. İkincidə qalır əmsallar 12 ilə -X. Dördüncü, A kvadratı B-dir, AB X-dir. Deməli, hər ikisində ortaq vuruq olasıdır. A ilə B-nin hasili. Birincidən A-nın B-nin hasilini çıxardanda A-nın bir dənəsi qalır. Buradan da A-nın B-ni çıxardanda qalır X. İkincilərdə də ortaq vuruq X-dir. X olanda olası X çıxılsın A. İndi burada birində A çıxılsın X oldu, birində X çıxılsın A oldu. Bu zaman bunlar eyni olmadı. Toplananlarda X üstəgəl A ilə A üstəgəl X eyni olsa da, burada. Amma çıxmada bu eyni olmur. Yəni, əks sədətlərdir. Əks sədətlər olduğuna görə, deməli, mən burada həm X-i -1-ə vururam, həm də bu mötərizəyə -1-ə vururam. Nəyə görə? Çünki mənfinin mənfiyə vuranda
onsuz ki müsbət eləyir. Yəni bu heç bir işarəni dəyişmir. İndi birincinin olduğu kimi yazdım. AB. A çıxılsın x. Bunun x'i mənfi 1'ə vuranda olur mənfi x. Bunları da mənfi 1'ə vuranda olasıdır. Mənfi x üstəgəl a. Yenə ilk vuruqları yazıram. İkinci vuruqda biraz dəyişiklik eləyirəm. Mənfi x ilə a-nın yerini dəyişəndə olur a çıxılsın x. İndi mötərizələrin içində, hər ikisində a çıxılsın x vuruğu qaldığına görə rahatlıqla ortaq vuruq çıxardıram. Onda ikinci mötərizədə qalır AB çıxılsın x kimi. Bu da oldu 4 nömrəli tapşırığın dördüncüsü. Burada 4 nömrədə qutardı. İndi baxaq 5 nömrəli tapşırığa. 5'də deyir ki, vuruqlarını ayıraq. Nömrə 5'in birincisi. İndi 5'in birincisində baxıram nəyə? Bu birinci ilə 4 ilə 8'ə baxıram. 4 ilə 8'ə ortaq vuruq olar 4. A kubu ilə A kvadratına da olar. Ortaq vuruq A kvadrat. Hər ikisində var. Əgər 4A kvadratını çıxartdımsa, onda mötərizənin içində qalar AB. 8A kvadratından da 4A kvadratını çıxardanda 2 qalar. Yəni bu çıxartdığımızdan əmin olmasaq, yenə də vurub yoxlaya bilərik. 4A kvadratını AB-yə vuranda 4A kubub V eləyir. 4A kvadratını müsbət 2'yə vuranda 8A kvadrat eləyir. Bu deməli doğru. Sonra ikincilərdən 3 ilə 4'dən 6 ilə 3'ə ortaq vuruq olar 3. Burada BS'dir, orada da B kvadratı S'dir. Yəni B, S'ni çıxarda bilərəm rahatlıqla. Onda mötərizənin içində qalası 2. Nəyə görə? Çünki 2'nin mənfi 3BS'yə vuranda mənfi 6BS eləyir. Buradan da yenə 3BS'ni çıxartdımsa, 3'ü çıxartdım, B'ni çıxartdım, S'ni çıxartdım. Burada da qalır A ilə B'nin bir dənəsi. Üstəgəl AB. Yenə toplam olduğuna görə mötərizələr bir-birinə bərabərdir. AB üstəgəl 2'ni ortaq vuruq çıxardıramsa, ikinci mötərizədə qalır 4A'nın kvadratı çıxılsın 3B S. İndi baxaq ikincisinə. İkincisində deməli 32'dir, bu da 15'dir. 32'dən 15'ə ortaq vuruq yoxdur. Amma məsəl üçün 32 ilə 48'i 15 ilə 10'u götürsəm bunlara ortaq vuruq olasıdır. Ona görə də ifadəni təzədən buraya yazıram. Yerlərini dəyişdirib 32AB'nin kubu üstəgəl 48AS'nin kvadratı çıxılsın 15BS'nin kvadratı çıxılsın 10B'nin kubu bərabərdir. İndi 32 ilə 16'ya ortaq vuruq olar 16. 48'i. 32 ilə 48'in, yəni belə deyim ki, əbobu 16'dır. A var hər ikisində, A'nı çıxardıramsa, mötərizədə qalır 2B'nin kubu. Buradan da 16'nı çıxartmışamsa, olar 3. A'nı da çıxartmışam, S'nin kvadratı. İndi burada hər ikisindən mənfi 5'i çıxardıram. Mənfi 5'i B ilə B kvadratından da, daha doğrusu B var, bir de B kubu var. İkisində də ortaq vuruq olan bir dənə B'dir. B'ni çıxardanda buradan 5'i də çıxartmışam. Olasıdır 3 S'nin kvadratı üstəgəl. Mənfini çıxartdığıma görə 2B'nin kubudur burada. Bir dənəsini çıxartmışamsa kvadrat qaldı. Bir dənə bunları kitabda baxın. Dərəcələr düzgün yazmamışam deyilsin. Yəni dərəcələri tam dəqiq görmədim. Deməli, bu tapşırığımız oldu. Çox ədlinin çox ədliyə vurulması. Ortaq vuruğun mötərizə xaricinə çıxarılması idi. Ondan sonra da gələn dərsimiz, deməli, yenə baxın buna. Vuruqları ayrılmadı. İndi misallara bir dənə də baxaq. Deməli, biraz burada düşməydi çapda. 5'də 32AB'nin kvadratıdır. Ya da burada kub yazmışım. 32AB'nin kvadratı kitabdan səhv köçürmüş. 32AB'nin kvadratı çıxılsın 15BS'nin kvadratı. Aha, bu düzdür. Üstəcə 48AC kvadratı çıxılsın 10B kubu. 10B'nin kubu. Qalanlar düzdür. Bir dənə orada kvadrat səhv yazmışdım.
İndi burada onda düz olmadı. Ne düz olmadı? Buradan A'nı çıxartdımsa, onda burada B'nin kvadratı olduğuna göre B'nin kvadratı qalır. Burada da S'nin kvadratı qalır. İndi baxın, mötərizələrin içi eyni oldu. Eyni mötərizələri çıxarsam çölə 3S'nin kvadratı üstəgəl 2B'nin kvadratı. İkinci mötərizədə əmsallar, yəni 16A çıxılsın 5B qalasıdır. Dərəcələri düz olmasa tapşırıq düzgün alınmır. İndi baxaq tapşırığın üçüncüsünə. Üçüncüsündə yenə 8 var burada. 24 var. 8 ilə 24'ü 8'i çıxardığında birində 1, birində 3 qalasıdır. Burada da 7 ilə 21. Bunları elə olduğu sıra ilə çıxartmaq olar. 8 ilə 24'də ortaq əmsal 8. X-dir, Y kubudur, bir de Y kvadratıdır. Hər içində olanlar Y kvadratı. Çıxardıramsa mötərizənin içində qalır. X bir de Y'in bir dənəsi çıxılsın. 24'ü 8'e böləndə olur 3 və salam belə. Üçüncü ilə dördüncüdən də mənfi 7 A'nı çıxardaram. Mənfi 7 A'nı çıxardanda qalar müsbət X, Y ilə mənfi 3. Niyə? Çünki mənfi 7 A'nı mənfi 3'ə vuranda müsbət 21 A eləyir. Buradan da hər içindən X, Y çıxılsın 3 vuruğu ortaqdır. Digər mötərizə qalır. 8 Y'in kvadratı çıxılsın 7 A'nın. Deməli, ikinci mötərizəsi olasıdır. Dördüncüsünə də baxaq. Burada yazaq. Dördüncü. Dördüncüdə biraz tündlə yazaq ki, qəşəng görünür. Baxıram nəyə? Deməli, 16 ilə 32'ni çıxardım. Belə yerlərini dəyişdirim. 16 x y'in kvadratı üstəgəl 32 x z'in kvadratı. Bunları da 1. Mənfi 5 y'in kvadratı z çıxılsın 10 z'in kubu bərabərdir. İlk 2 dənədən 32 ilə 16'ya ortaq vuruq 16 və x var hər içində. X'i də çıxardığında qalır y kvadratı üstəgəl 2 z'in kvadratı. O bir üçüncü ilə dördüncüdə mənfi 5 var, bir də z var. Mənfi 5 z'yi çıxardığında qalır y'in kvadratı üstəgəl 2 z'in yenə kvadratı. Buradan da elə mötərizələr ortaqdır, eynidir. Y kvadratı üstəgəl 2 z'in kvadratını ortaq vuruq çıxarsam, ikinci mötərizədə 16x çıxılsın, 5 z fərqi qalır. Bu da çalışmanın dördüncüsü. İndi baxaq 6 nömrəli tapşırıq. 6 nömrəli tapşırıqda deməli baxırsan ilk baxışdan burada biz çoxlu əməl yerinə yetirməliyik ki, ifadənin qiymətini tapaq. Amma vuruqlarını ayırsaq, bəlkə də şifahi tapasıyıq hələ. Deməli baxıram nəyə? Burada 12,7 vurulsun 3,4, 8,2 vurulsun 1,4. Burada da 1,4 ilə 12,7 var. Burada da 3,4 ilə 8,2 var. Deməli, belə eləyirəm mən. Birinci ilə üçüncünü qruplaşdırım. Bu ikinci vuruqla da dördüncü vuruğu qruplaşdırım. Birinci ilə üçüncüdə hər ikisində 12,7 vuruğu var. Bunları mən ortaq vuruq çıxarsam, 12,7'ni mötərizədə qalar 3,4 ilə 1,4'ün fərqi. Sonra ikinci ilə dördüncüdən də baxıram ki, hər içində 8,2 var. Burada da 8,2'ni çıxarsam mötərizə xaricinə, mötərizənin içində qalar 1,4 çıxılsın 3,4. Bərabərdir. Deməli, bu 12,7 vurulsun 2 olar. Bu biri də üstəgəl 8,2 vurulsun mənfi 2 də bu olasıdır. İndi hər ikisindən 2'ni ortaq vuruq çıxardanda mötərizədə qalar 12,7 çıxılsın 8,2. Bərabərdir. 12,7'ni də vursam, daha doğrusu İçini vurmalıyam əslində. İçini vurmalıyam. 12,7'dən 8,2 çıxanda qalır 4,5. 12'ni də 4,5'e vuranda eləyər cavab 9. Belə.
İndi eyni tapşırığın ikincisine baxaq. İkincisində deməli bu 15'də 7 olan, yəni birinci vuruqla üçüncü vuruğu qruplaşdırın. İkinci ilə də dördüncü vuruqla qruplaşdırın. Birinci ilə üçüncüdən 15'də 7'ni ortaq vuruq çıxarsam, 15'də 7'ni çıxardığında mötərizənin içində qalır. 5 tam onda 2, 2 çıxılsın 2 tam onda 2. 3 4'dən də müsbət 5'də 1'i ortaq vuruq çıxardanda mötərizənin içində qalar. 2 tam onda 2 çıxılsın 5 tam onda 2. Bərabərdir. Bu 15'də 7 eləyir. Mötərizənin içi də vurulsun 3 eləyir. Bu biri də 5'də 1 eləyir. Mötərizənin üçün mənfi 3 eləyir. Mənfi 3 elədiyinə görə bu qabağa verirəm mənfini, vurulsun 3'ü də burada yazırım. 3'ü ortaq vuruq çıxarsam mötərizənin içində qalar 15'də 7 çıx. 5'də 1'dirsə, bunların da ikisini də 3'e vururam ki 15 olsun. Çıxılsın 15'də 3 eləyir. Bu da eləyir 3 vurulsun 15'də 4. 3 ilə də 15 ixtisar gedir, qalır 5'də 4. 5'də 4 ilə də saxlamaq olar 0,8 ilə. Üçüncü tapşırıqda 78,5'in kvadratı var. Və onu olduğu kimi yazıram. Üçüncü və dördüncü hasillərdən 21,5 ortaq vuruq çıxardıram. Üstəgəl 21,5 mötərizədə olasıdır. 93,4 çıxılsın 14,9. Deməli burada 78,5'i yazıram. Burada kvadratı da var da. Kvadratını 2 dənə vuruq kimi yazıram. Vurulsun 78,5. Üstəgəl 21,5 vur. Mötərizənin də fərqi eləyir yenə 78,5. Hər ikisindən 78,5 vuruğunu çıxarsam, ikinci mötərizədə 78,5 ilə 21,5 qalır. Bu da 78,5 vur. Bunları da toplayanda eləyir 99, o da 1, 100 eyli. 100'e vuranda da 7850. Yəni vurmanı yerinə yetirmədən sadəcə vuruqlarını ayırmaqla tapşırıqları həll eləmiş olduq. İndi burada 3,75'i ikisindən də ortaq vuruq çıxardıram. Mötərizənin içində qalır 124,3 çıxılsın 118,5. Və üstəgəl 6,25'in kvadratı bərabərdir. 3,75'i yazıram, vurulsun. Burada da deməli 3'ün yanına bir dənə 0 qoyuram bura ki 30'dan bir dənə baxım görüm düz yazdım. 124,30'dan aha. Deməli bunu çıxmalıyam mən. Çıxanda nə qalır? 30'dan 0,5'i çıxanda axırda qalası 25 virgül 124'dən də 18'i çıxanda qalar 6. 6,25 qalar. Vurulsun 6,25. Üstəgəl 6,25 vur 6,25 yenə. Hər ikisindən 6,25'i ortaq vuruq çıxarsaq, mötərizənin içində 3,75 üstəgəl 6,25 qalar. Buradan da 6,25'i vurmalıyam. Bunların da cavabı eləyər 10. 10'a vuranda da eləyər 62,5. Sonra 5-ciyə baxaq. 5-cidə deməli birincidən baxıram burada ki, birinciyə burada ortaq yoxdur, amma ikinci ilə üçüncüdə 6,65 ortaq var. Ona görə də hələ ki birincinin olduğu kimi yazaq. 5,49 vurulsun 26,65. Bunların ikisindən də mənfi 6,65'i ortaq vuruq çıxarsam, mötərizənin içində 7,85 çıxılsın 2,36 qalar. Bərabərdir. Bir dənə də baxım 6,65'i çıxartdım. Bəli, bərabərdir. 5,49 vurulsun 26,65'i yazıram. Çıxılsın 6,65 vurulsun
Bunu da çıxanda 15'ten 6 çıxanda qalır 9. Burada qaldı 7. 7'den de 3 çıxanda qaldı 4. Bir dənəsini də götürmüşdüm. 6'dan da 7'den götürməmişdim. 7'den de 2 çıxanda qaldı 5. Bərabərdir. Deməli 5 tam %49 ikisində də var. Burada yazıram 5 tam %49'u çıxardıram. Mötərizənin içində qalır 26 tam %65 çıxılsın 6 tam %65. Bu da 5 tam %49 vurulsun 20 deməkdir. Tam tamına 20 eləyir. 2'ni 549'a vururam. 18 1 yadda. 8 1 de yadda 9. 2 dəfə də 5'in 10. 1098 eləyir. 20'nin sıfırını buraya yazıram. 2 dənə də vergüllə ayıranda eləyir. 109 tam 10'da 8. Qaldı bir dənə burada 6'ncısı. 6'ncısını da yazaq. Deməli. Baxıram birinci nəyə? Bunların ilk 2 dənəsində ortaq vuruq yoxdur, amma ikinci ilə üçüncü də var. Ona görə də birinci vurmanı olduğu kimi yazıram. 42 tam onda 8 vur. 1 tam %23 çıxılsın. Buradan da hər ikisindən mənfi 0 tam %73'ü çıxardıramsa, mötərizənin içində 31 tam onda 7, üstəgəl 11 tam onda 1 qalır. Bərabərdir 42 tam onda 8 vur 1 tam %23 qalsın. Çıxılsın 0 tam %73 vurulsun. Bunları da toplayanda 42 tam onda 8 eləyir mötərizənin cavabı. İndi hər ikisindən 42 tam onda 8 vuruğunu ortaq vuruq çıxardıram. Deməli 42 tam onda 8'i ortaq vuruq çıxardığında mötərizənin içində 1 tam %23 çıxılsın 0 tam %73 qalar. Bu da 42 tam onda 8 vurulsun. Deməli 12'den de 7 çıxanda qalır 0 tam onda 5. 0 tam onda 5'e vurmaq da yarıya bölməkdir. 42 tam onda 8'in yarısı eləyər 21 tam onda 4. İndi burada baxaq 7 nömrəli tapşırığa. 7 nömrəli tapşırıqda birincisində deməli hər şey düzgündür. İkincidə amma bir dənə dəyişiklik eləyək. Burada CD yox, CB olmalıdır. Yəni çapda səhv düşüb. Axırda da təkcə C yox, AC olmalıdır. Bu belə. Sonra axırıncıda da BY-in kubu yox, BY-in kvadratı olmalıdır. İndi bu dediklərimizi nəzərə alaraq gəlin çoxədliləri qruplarına ayıraq. Deməli birinci çoxədlidə ilk 2 dənədən yox, bir dəqiqə bax, burada baxıram, bax ikisinə. İkisindən y kvadratını çıxardıram. Y kvadratını çıxardanda mötərizənin içində qalır x çıxılsın b. Sonra bunlardan a-nı çıxardıram, mənfi a-nı. Mənfi a-nı çıxardanda yenə x çıxılsın b qalır. Və axırda da y kvadratı üstəgəl a-nı hələk olduğu kimi saxlayıram. Üstəgəl y kvadratı çıxılsın a. Və bunu da mötərizədə yazıram. Bərabərdir. İndi ilk 2 dənədən x çıx b-ni mötərizə xaricinə çıxartsam, mötərizənin içində qalar y-in kvadratı çıxılsın a. Üstəgəl bu da bir dənə y-in kvadratı çıxılsın a deməkdir. İndi ikisində də y kvadratı çıxılsın a vuruğu var. Onları da çıxarsam y kvadratı çıxılsın a-nı. İkinci mötərizə qalar x çıx b üstəgəl 1 formasında vuruqlarına ayrılmış oldu. İkincisində deməli elə qruplaşdırmaq lazımdır ki, mötərizələrin içində eyni ifadələr qalsın. Ona görə də belə eləyək. Deməli a c-nin kvadratı ilə b c-nin kvadratını yazaq. Sonra çıxılsın AD-ni yazım. Və burada elə bir şey yazmaq lazım ki, mötərizələrin içi eyni qalsın. Üstəgəl BD-ni əlavə eləyək bura. Üstəgəl BC və bir dənə də çıxılsın AC bərabərdir. İlk 2 dənədən C-nin kvadratını ortaq vuruq çıxarsaq, mötərizənin içində qalar A çıxılsın B. Bu 2 dənədən D-ni çıxarsam, həm də deməli mənfi D-ni çıxarsam, yenə A çıxılsın B qalar. Axırıncı 2 dənədən də C-ni çıxartsam, mənfi C-ni çıxardım ki, A çıxılsın B qalsın.
Mənfi s'ni çıxardanda burada qalası yenə A çıxılsın B. Çünki bax, mənfi s'ni A'ya vuranda mənfi A S eləyir. Mənfi B-ni də mənfi S'yə vuranda müsbət B S eləyir. Deməli, doğrudur. Bərabərdir. İndi burada hamısında A çıxılsın B olduğuna görə bərabərdir. Bunlardan da A çıxılsın B-ni ortaq vuruq çıxarsam qalar mötərizələrin əmsalı. Yəni S kvadratı çıxılsın D, çıxılsın S. Bu oldu. Deməli, 3-cü tapşırıq. İndi 4-cüsünə baxaq. 4-cüsündə deməli x kvadrat, x üstü 4 ilə bu birinci ilə ikincidən x kvadratını ortaq vuruq çıxartmaq olar. Qalar mötərizənin içində x kvadratı çıxılsın y-in kvadratı. Sonra 3-cü ilə 4-cüdən mənfi A-nı çıxardım ki, yenə x kvadratı çıxılsın, y kvadratı qalsın. Və axırıncıda da belə yazaq. Axırıncıda da yazaq. Mənfi x kvadratı çıxılsın A kimi. İndi bu birinci ilə ikincidən x kvadrat çıxılsın y kvadratını ortaq vuruq çıxartmaq olar. Çıxarsam qalar x kvadratı çıxılsın y kvadratı. İkinci mötərizəmizdə x kvadratı çıxılsın A. Çıxılsın. Burada da bir dənə x kvadratı çıxılsın A var. Və bunun da qabağında mənfi olduğunu görürəm. Deməli, əmsalı mənfi 1-dir. İndi hər ikisindən x kvadratı çıxılsın A-nı çıxarsam, ikinci mötərizədə qalasıdır. X kvadratı çıxılsın y kvadratı çıxılsın 1. Belə. Qaldı bir dənə burada 4-cü tapşırığımız. 4-cündən də deməli, baxaq nəyi çıxardıq. Bu ilk 2 dənədən B-nin kubunu çıxartsaq, mötərizədə qalar y-in kvadratı çıxılsın S. Sonra yerdə qalan bu 3-cü ilə 4-cüdən y kvadratını belə eləyək də, eyni qalsın. Bu 3-cü ilə bu B, S-ni qruplaşdıraq. Bunların ikisindən B-ni çıxartsam, üstəgəl B, mötərizədə qalar y kvadratı çıxılsın S. Bununla da bu ikisi bir yerdə elə y kvadratı çıxılsın S deməkdir. Bunun da əmsalı deməli 1-dir. Hər ikisi üçündən y kvadratı çıxılsın S-ni ortaq vuruq çıxardıram. Onda mötərizənin içində qalar B-nin kubu üstəgəl B üstəgəl 1 kimi vuruqlarına ayrılmış olduq. Səkkiz nömrəli tənliklə tapşırıqları davam elətdiririk. Deməli, nömrə 8-in birincisində. Birinci mötərizədən x-i ortaq vuruq çıxardanda mötərizənin içində qalır x çıxılsın 7. Üstəgəl x çıxılsın 7-ni də mötərizəyə alıram və bunun qabağında da əmsal olaraq 1 var. Bərabərdir 0. Hər ikisindən x çıxılsın 7 vuruğunu çıxarsam, ikinci mötərizədə x üstəgəl 1 bərabərdir 0 qalır. Hasili 0 olması o deməkdir ki, ya x çıxılsın 7 bərabərdir 0-dır, ya da x üstəgəl 1 bərabərdir 0-dır. Birinci tənlikdən x bərabərdir 7, ikinci tənlikdən isə x bərabərdir -1 kökünü tapırıq. Deməli, tənlikdə x1 və x2 adlandıraraq tənliyin 2 dənə kökünün olduğunu gördük. İkinci tənlikdə deməli, ilk 2 dənəsindən 3x-i ortaq vuruq çıxardanda mötərizənin içində x çıxılsın 3 qalır. Öbüründə də mötərizənin əmsalı 1-dir. X üstəgəl 3 də buradadır. Bərabərdir 0. Hər ikisindən x üstəgəl 3-ü ortaq vuruq çıxardanda ikinci mötərizədə 3x üstəgəl 1 bərabərdir 0 qalır. Deməli, burada ya x üstəgəl 3 0 olmalıdır, ya da 3x üstəgəl 1 bərabərdir 0 olmalı ki, tənliyin kökü olsun. Buradan x bərabərdir -3-ə, buradan isə 3x bərabərdir -1-ə, x də bərabərdir -1 bölünsün 3 köklərini taparıq. Üçüncüsündə x-i ortaq vuruq çıxarsam, mötərizənin içində x çıxılsın 6 qalar. Yerdə qalanlardan da -4-ü çıxarsam, yenə x çıxılsın 6 qalar mötərizənin içində. Hər ikisindən x çıxılsın 6 vuruğunu çıxarsam, ikinci mötərizədə x çıxılsın 4 qalar. Burada da yenə x çıxılsın 6 ya 0 olmalıdır, ya da x çıxılsın 4 0 olmalıdır. Birinci tənlikdən x1-in 6-ya, ikinci tənlikdən isə x2-nin 4-ə bərabər olduğunu tapmaq olar. Dördüncüdə ilk 2 dənədən 7x-i çıxarsaq, mötərizənin içində x + 4 qalar.
O birində də -1 deməkdir bu. Bu da x plus 4 bərabərdir 0. Hər ikisindən x plus 4'ü ortaq vuruq çıxardıramsa, ikinci mötərizənin içində 7x çıxılsın 1 qalır. Buradan isə x plus 4'ün 0'a bərabər olduğunu ya da 7x çıxılsın 1'in 0'a bərabər olduğunu demək olar. Birinci tənlikdən x bərabərdir -4 kökünü tapırıq. İkincidən isə x bərabərdir 1 bölünsün 7. Yəni 7'də 1 kökünü taparıq. Bu oldu tapşırıq 8. İndi tapşırıq 9'a baxaq. Tapşırıq 9'da deməli nömrə 9'un birincisində buradan deməli x üstəgəl 3'ü yazıb bu 5x üstəgəl 15'i də keçirəm bu tərəfə olur çıxılsın 5x çıxılsın 15 bərabərdir 0. Burada yenə x'i yazıb x üstəgəl 3'ü də yazıram. Bunlardan -5'i ortaq vuruq çıxardanda yenə mötərizənin içində x üstəgəl 3 qalır. Hər ikisindən x üstəgəl 3'ü çıxarsam, ikinci mötərizədə x çıx 5 qalar ki, buradan ya x üstəgəl 3 0'a bərabər olmalıdır ya da x çıxılsın 5 0'a bərabər olmalıdır. Yəni x bərabərdir -3 və x bərabərdir 5. Hər ikisi tənliyin köküdür. İkinci tənlikdə y özü çıxardıb. İkinci y çıxılsın 5. İkincilərdə 3y-lə də 15'dən -3'ü çıxardıramsa y çıxılsın 5 qalır yenə. Hər ikisindən y çıxılsın 5 vuruğunu çıxarsam y çıxılsın 3 ikinci mötərizəmiz olur. Buradan ya y çıxılsın 5 0'a bərabərdir ya da y çıxılsın 3 0'a bərabərdir. Birinci tənlikdən y1'in 5'ə, ikinci tənlikdən isə y2'nin 3'ə bərabər olduğunu asanlıqla tapmaq olar. Üçüncü tənliyə baxaq. İlk 2 dənəsindən x kvadratını ortaq vuruq çıxardıramsa x çıxılsın 6 qalır. Bu birində də x üstəgəl çıxılsın 6'nı mötərizədə yazıbsa, deməli bunun əmsalı 1'dir. Buradan yazıram ki, x çıxılsın 6'nı ortaq vuruq çıxardıram. X kvadratı üstəgəl 1 bərabərdir 0'dırsa, ya x çıxılsın 6 0'a bərabərdir, ya da x kvadratı üstəgəl 1 bərabərdir 0'dır. Buradan x'in 6 olduğunu tapmaq olar, amma burada x bərabərdir boş çoxluq. Çünki ədədin kvadratı buradan yaza bilərik ki, belə x kvadratı bərabərdir -1'ə. Bu isə o deməkdir ki, bu tənliyin kökü yoxdur. Deməli, üçüncü tənliyin bir dənə kökü var. X bərabərdir 6. Dördüncü tənlikdən ilk 2 dənədən y-in kubunu çıxarsaq, y çıxılsın 3 qalar. Üçüncü ilə dördüncüdən də müsbət 5y-i çıxarsam, yenə y çıxılsın 3 qalır. Bərabərdir 0. Buradan da y çıxılsın 3'ü ortaq vuruq çıxarsaq, ikinci mötərizədə y-in kubu üstəgəl 5y qalır. Bərabərdir 0. Buradan ya y çıxılsın 3 bərabərdir 0'dırsa, buradan y bərabərdir 3 olar. İkinci tənliyimiz isə belədir. Y kubu üstəgəl 5y bərabərdir 0. Buradan da y ortaq vuruq çıxarsam, qalar y-in kvadratı üstəgəl 5 bərabərdir 0. Buradan yenə y bərabərdir 0 olmalıdır ya da y kvadratı üstəgəl 5 bərabərdir 0 olmalıdır. Bunun kökü yoxdur. Y daxildir boş çoxluğa. Çünki ədədin kvadratının üstünə 5 gələndə 0'a bərabər eləmir. Və yaxud da belə demək olar ki, ədədin kvadratı -5 eləyə bilməz. Deməli, burada tənliyimizin onu oldu biri kökü y bərabərdir 3. Digəri isə y bərabərdir 0 olaraq 2 dənə də kökü bu dördüncü tənliyinki var. 10 nömrəli tapşırıqda deyir ki, ifadənin qiymətini hesablayın. Deməli, 10 nömrənin birincisində A bərabərdir 4 və B bərabərdir -5 olduqda, ifadədə hər ikisində A çıxılsın 2 var. A çıxılsın 2'ni ortaq vuruq çıxardanda mötərizənin içində qalar 3 çıxılsın B. Qiymətlərini də yerinə qoysaq, A-nın yerinə 4 çıxılsın 2, B-nin də yerinə 3 çıx -5 yazıram. Bərabərdir 4'dən 2 çıxanda 2, 3'dən də -5 çıxanda müsbət 8 eləyir. 8'i 2'yə vuranda eləyir 16. İkincisində birində y çıxılsın 3'dür, birində 3 çıxılsın y-dir. Ona görə də ikincilərin hər birini -1'ə vurmaqla y çıxılsın 3. -5'i -1'ə vuranda eləyir müsbət 5. 3 çıxılsın y-də -1'ə vuranda eləyir y çıxılsın 3.
Buradan da y çıxılsın 3'ü ortaq vuruq çıxardanda mötərizənin içində qalar. 2x üstəgəl 5. Qiymətlərin yerinə qoyaq. Y-in yerinə verir bizə. Deməli, burada birinə x yazdı, birinə b yazdı. Yəqin ki, bu y olmalıdır. Y-in yerinə bizə verir -8. Çıxılsın 3'ü də yazıram. X-in də yerinə 1,2 verir. 2 vurulsun. 1,2 üstəgəl 5 bərabərdir. -11 birinci mötərizənin cavab eləyir. Bu da eləyir 2,4 üstünə də 5 gələndə 7,4 və bunların da arasında vurma var. Bərabərdir. 7,4'ü də 11'e vuranda 4, 11, 1 yadda, 7, 1 də yadda 814 eləyir. Özə -814, bir dənə də vergül ayırıram. -81,4 eləyir. Üçüncüsünə baxaq. Üçüncüsündə hər üçündə A çıxılsın B var. A çıxılsın B-ni ortaq vuruq çıxarsam mötərizənin içində qalar. 3A çıxılsın 2B üstəgəl 3. Bərabərdir. Qiymətlərin yerinə qoyaq. -2 çıx 3 A çıxılsın B'dir. Sonra 3'ü vurmalıyam A'ya, yəni -2'yə. Çıxılsın 2'ni vurmalıyam B'ye, yəni 3'e. Və bir dənə də üstəgəl 3 var. 3 bərabərdir. -2 ilə -3'ün eləyir. -5 vur. Mötərizədə dolaşdı. -6 çıxılsın 6 üstəgəl 3. Bu isə -5 vurulsun. -12 ilə də müsbət 3'ün -9 eləyir. -5 də -9'a vuranda müsbət 45. Cavab. Dördüncüyə baxaq. Birində x çıxılsın 2y''dir. İkisində ama 2y çıxılsın x'dir. Ona göre de burada x'i bir de x çıxılsın 2y''i yazıram. İkincinə hər bir həddini -1'e vuranda olur müsbət y. Bir de x çıxılsın 2y. Üçüncünü de -1'e vuranda olur -5. X çıxılsın 2y. İndi hamısında x çıxılsın 2y var. Onda ikinci mötərizəmiz olur. X üstəgəl y çıxılsın 5. Bərabərdir. İndi qiymətlərin yerinə qoyaq. X'in yerinə yazıram -5. Çıxılsın 2 vurulsun y''in yerinə 2. X'in yerinə -5 çıxılsın üstəgəl y''in yerinə 2 çıxılsın 5. Bərabərdir. Bu -4 eləyir. -5 ilə də toplayanda -9 vur. -10 bu da müsbət 2 -8. -9'u da -8'e vuranda müsbət 72 də eləyir. 10 nömrə tapşırığın dördüncüsü. Növbət tapşırığa baxaq. Yine de bize deyir ki, ifadənin qiymətini tapın. İfadənin qiymətini tapmaq üçün ifadəni birinci sadələşdirib sonra yerinə qoysaq daha rahat taparıq. Nömrə 11'də. Deməli, birincisində x'in kvadratı y çıxılsın y üstəgəl x y''in kvadratı çıxılsın x. Bərabərdir. İndi burada nə edək? Birincilərdən y''i çıxarsaq, yəni burada fərqli ədədlər qalasın. Ona görə də birinci ilə üçüncünü qruplaşdıraq. İkinci ilə də dördüncünü. Birinci və üçüncüdən hər ikisindən x, y ortaq vuruq çıxardanda x üstəgəl y mötərizə içində qalır. İkincisində də -1'i çıxardanda yenə x üstəgəl y qalır. Və hər ikisindən x üstəgəl y ortaq vuruq çıxardanda ikinci mötərizədə x, y çıxılsın 1 qalır. Bərabərdir. X'in qiymətini verir bizə -1,8'də 5. Y''in qiymətini verir bizə -13'də 8 kimi. Sonra ikinci mötərizədə bunları bir-birinə vurmalıyam. Mənfi vuranda müsbət elədiyinə görə daha yazmıram. Yazıram 8'də 13 vurulsun 13'də 8. Düzgün olmayan kəsri çevirdim. Çıxılsın 1. Bərabərdir. Bu birinci mötərizəni hələk olduğu kimi yazıram. Niyə görə? Deyəcəm indi. Çıxılsın 13'də 8.
Bu ikinci mötərizədə 8-lər ixtisar gedir, 13-lər də gedir, qalır 1. 1-dən də 1 çıxanda 0 eləyir. 0 eləyirsə artıq bu ifadənin qiyməti hesablamağa ehtiyac yoxdur. 0-ı nəyə vursan cavab eləyir 0. İkinciyə baxaq. İkincidə deməli birinci ilə axırıncını bir qruplaşdıraq. İkisindən 2-ni çıxarsam mötərizənin içində qalar A çıx C. Ortadakılardan da AC-ni çıxarsam qalar C çıxılsın A. İndi burada eyniləşdirməkdən ötürü 2 A çıxılsın C-ni yazıb bunlar da -1-ə vuranda olur -AC, A çıxılsın C. Hər ikisindən A çıxılsın C-ni ortaq vuruq çıxardıramsa, ikinci mötərizə qalır 2 çıxılsın AC. Bərabərdir. İndi qiymətlərini yerinə qoyaq yenə. A-nın yerinə yazıram -21-də 8. Çıxılsın C-dirsə, mənfidirsə üstəgəl olur 5/4-də 1. 2 çıxılsın. İndi bunları bir-birinə vurmalıyam. 2 dənə mənfini bir-birinə vuranda müsbət elədiyinə görə ikisini də müsbətini yazıram. 21-də 8 vurulsun. 4-də 5-in 20 üstədə bir gəndə 21 eləyir. Bərabərdir. Yenə burada bayaqki kimi birinci mötərizəni saxlasam 21-də 8 üstəgəl 5/4-də 1-i və ikinci mötərizəni hesablayıram. 21 ilə 21 ixtisar gedir, qalır 1. 8 ilə də 4 ixtisar gedir, qalır 2. 2-dən də 2 çıxanda qalır 0. 0-ı da nəyə vursaq cavab eləyir 0. İndi baxaq bunun üçüncüsünə. Üçüncüsündə deməli x kubu, y kubu var. Aha. Birinci ilə üçüncünü qruplaşdıraq. X kvadratını çıxardaq, qalsın y-in kvadratı çıxılsın. X kvadratını çıxartdığıma görə x qalır. İkinci ilə də dördüncüdən y-i çıxardıram. Mənfi y-i çıxardım bu. Mənfi y-i çıxardanda qalası burada -x üstəgəl y kvadratı. İki mötərizələrin içi eyni olsun. Bu da x kvadratı vurulsun, y kvadratı çıxılsın x-dir. Burada da -y vurulsun, yenə y kvadratı çıxılsın x-dir. Hər ikisindən y kvadratı çıxılsın x-i çıxardıramsa, mötərizənin içində qalır. X-in kvadratı çıxılsın y. İndi yerinə qoyaq. Bərabərdir. Y-in kvadratı 4-3-ün kvadratı mənfidirsə, müsbət olası kvadratı. Deməli, yazaram ki, bura 4-3-ün kvadratı 16-da 9. 9. Çıxılsın. X-in də qiyməti mənfidirsə, burada da çıxılsın müsbət olası 1/2-də 1. İkinci mötərizədə x-in kvadratı. Deməli, 2-də 3-dür. Kvadratı olası 4-də 9. Çıxılsın y-dir. Y-də mənfi olduğuna görə müsbət olası 4-də 3 bərabərdir. İndi burada 16 ilə 2-yə ortaq məxrəci ilə olur 16. 16-da 9 üstəgəl. Bu da 16-da 2-də 3-dür. 16-ya vuram, 8-ə vuram. Deməli, 24 16 olmaqdan ötürü. Vur. Bu da 4-də 9-dan da 3-ü toplayıram, eləyir 12. Bərabərdir. 16-da 33 vur. Bu 12-yi də 4-ə böləndə 3 eləyir. İxtisar da yoxdur. 99 bölünsün 16 eləyir. Bərabərdir. Deməli, düzgün olmayan kəsirdir. Bunu da tam hissəsinə ayırsaq. ...99'un içində 6 olar, 16 olar, 6 dəfə. 6 dəfə olanda olur 60, o da 36, 96 eləyir. 16-da qalıq da qalır 3. 6/16-da 3. Dördüncüsünə baxaq. Dördüncüsündə deməli yenə də birinci sadələşdirib biraz qruplarını ayırsaq. Baxaq görək nəyi çıxardaq buralardan ortaq vuruq olaraq.
Deməli, birinci ilə üçüncünü qruplaşdırım. Bunların içindən 3 a'nın kvadratını çıxarsam, qalar a çıxılsın 2 b kvadratı. Belə qalır. Deməli, a kvadratını çıxar. Yox, onda bu düz olmur belə. Bir dənə bunu silim, başqa cür qruplaşdıraq. Deməli, bir dənə də baxaq buna. Bunu da silim. Burada deməli, nəyi qruplaşdıra bilərik biz? Üç a kvadratı ilə AB-ni qruplaşdıraq. Yazaq bura. 3a'nın kubu üstəgəl AB çıxılsın 2b'nin kubu çıxılsın 6a'nın kvadratı b'nin kvadratı. Bunlardan biz a'nı çıxarsaq ortaq vuruq qalası 3a kvadrat üstəgəl b. Bunlardan da mənfi 2b'nin kvadratını çıxarsam, mənfi 2b kvadratını çıxardan da qalır b üstəgəl mənfi 2'ni çıxartmışamsa 3. B kvadratını da çıxartmışamsa A kvadratı qaldı. İndi oldu bu. Mötərizələrin içləri eyni oldu. B üstəgəl 3 A'nın kvadratını çıxartdım. İkinci mötərizədə A çıxılsın 2B'nin kvadratı qaldı. Bərabərdir. B'nin yerinə verir bizə mənfi 2'də 1. Üstəgəl 3 vurulsun A'nın kvadratı da 9'da 4 eləyir. Bu birinci mötərizəmiz. İkinci də yenə A'nın yerinə 3'də 2 yazıram. Çıxılsın 2 vur. B'də 2'də 1'dir. Kvadratı da müsbət 4'də 1 eləyir. Bərabərdir. Mənfi 2'də 1. Burada 3 ilə 9 ixtisar gedir. Qalır. Üstəgəl 3'də 4. İkinci mötərizədə də 3'də 2 çıxılsın. Burada da 4 ilə 2 ixtisar gedir. Qalır 2'də 1. Bərabərdir. İndi bunlara ortaq məxrəc gətirək. Birinciyə ortaq məxrəc olası 6'da. 6'da olası mənfi 3 üstəgəl 8. Vur. Öbürü də 6'da 4 çıxılsın 3 olası. Bu da eləyir 6'da 5. Vurulsun 6'da 1. 6'da 5'də 6'da 1'ə vuranda eləyir 36'da 5. 36'da 5. Bu da oldu tapşırıq 11'in həlli.